Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Mənim əziz və dəyərli bacılarım, yenə mən gəldim. Uzun bir aradan sonra bir aya yaxındır ki, vlog paylaşmıram. Bilirəm ki, gözünüz yolda qalıb. Soruşanlar da olur ki, harda qalmışsınız Sevinç xanım, niyə vlog paylaşmırsınız? Qızlar, bu aralar özümə biraz istirahət vermişəm. YouTube'dan uzaqlaşmışam. Belə deyək ki, otpus götürmüşəm də. Bilirsiniz, YouTube da bizim işimizdir. Arada dincəlmək də lazımdır. Həm də ki, bu yay ərəfəsində baxış sayıları çox düşür. Hamı bilirsiniz, istirahətdə falan, səyahətdə, tətildə. Demək olar ki, vloqlar izlənmir də. Mən elə bilirdim tək məndədir, amma baxıram ki, bir çox adamda demək olar ki, baxış sayı 0 dərəcədə də çox düşüb hər kəsdə. Ona görə elə dedim, elə fürsətdir, biraz da özümə istirahət verim. Yəni əziyyətlə çəkirsən, paylaşırsan, baxış sayı da olmayanda elə bil ki, əziyyətin özünə qalırdı. Ona görə dedim, elə bu aralar biraz elə dayandırsam yaxşıdır. Çəkilişləri, vlog paylaşmanı. Yəni vlog paylaşmamağımın ilkin səbəbi budur. Və həm də ki, yay ərəfəsində bilirsiniz, iş çox olur. Başım ev işlərinə qarışıb, yəni yay işlərinə qarışıb. Xalça palaz, yorğan döşəklə, banka, balon, belə işlərlə məşğulam deyə. Həm də ona görə vaxtım olmur çəkiliş etməyə. Düzdür, çəkiliş etsəm, qəşəng vlog kontent alınar. Bol-bol videolar çəkmiş olaram. Amma həm də hava isti olduğuna görə canımı qoymağa yer tapmıram. Elə deyirəm, tez işimi bitirim. Keçim evə, sərinə, kondisionerin altına. Ona görə də yəni çəkiliş etmədən tez-tez işlərimi görürəm. Nəysə belə, arada da belə çıxırıq gəzintilərə. İnanın ki, qızlar, bu il tətilə heç ara getməmişik. Hər hansısa bir rayona falan heç ara getməmişik. Halbuki elə bir yay olmayıb ki, biz həmən yayı harasa getməyək, hansısa rayona istirahətə getməyək. Bu il gedə bilmədik. İndi bilmirəm, yayın sonuna hələ ki var. İnşallah qismət olarsa gedərik, getməriksə də. Bu ilimiz belə, yəni tətilsiz keçəcək, istirahətsiz keçəcək. Eybi yox, əsas canımız sağ olsun. Düzdür, Bakının özündə, şəhərin özündə çox gəzirik. Çıxırıq axşamlar hərdən hansısa bir parka və yaxud yeməyə harasa gedirik və yaxud dənizə gedirik. Yəni şəhərin içində gəzirik də, istirahət edirik. Şəhərdən kənara çıxa bilməsək də şəhərin özündə gəzirik. Və bu da həmən günlərdən biridir. Çıxmışdıq yenə də gəzintiyə. Əslində yəni bu vlog çoxdan çəkilib, hardasa 3 həftəyə yaxındır çəkilib. Həmişə olduğu kimi yenə də gecikmişəm paylaşmaqda. Gəzintiyə deyəndə yoldaşım material dalıyca gedirdi. İşi ilə əlaqəli işi var idi, alacaqları var idi daha doğrusu. Biz də qoşulduq onlar, yəni qonşularımızın həmişə olduğu kimi qoşulduq, gedək, gəzək, gələk və oradan da getmişdik manatlıq dükana. Yenə də alacaqlarım var idi. Aldıq, biraz gəzdik, oturduq, yemək falan yedik, qayıtdıq, gəldik evə. Oy, bunun uzunluğuna bak. Hoş da gelir. O taşıdığın döne yatırırlar. Döne kuturunda bu yani. Ben de küçük belediyeler ki uygunlar diyecek. Sen gibi bakmışsın sanki. Böyle. Zor da. Bu diyelim ki dönem kırma sonra yapmayın. Hatta fırını hazır dedi sonra döner. O da ses sıfırı ve bir yerde değil getirin. Hem sen artık... İndi gətirsələr. İndi gətirsələr. Ketçupdan çox mayonezlə daxdı gedir. Ne savrıblar? Şirin paprikadır deyəsən. Canım O ki acılığı yoxdur, amma çox dadlı eləyir bu nədirsə üstünə vurulan. Filipra var şimdi. Evet abi. Onu hər üçün kağızdan. Baba tabii oldu ya. Sağ ol. Benim bir tek oturacağım, 3 tane ver verir. 4 nəfər də otursa 3 tane ver.
Bir nəfərə də bu qədər, 4 nəfərə də. Bakalım da. Gidin bəstə gir. Görəm abi. Çox ləzzət elədi. İlk dişləmdən ləzzət aldım. Ümumiyyətlə elə içi saladı əla. Ha, suyu da çox dadlıydı. Sağ ol. Şey ondan da dadlıdır. Dönər. Bəli. Hamısı da. Toyda qohum çağırmayasan. Ancaq kral bıçaq ha. Ha, valla. Həmişə də nıq deyince deyirlər. Gedəndən sonra da deyirlər toyda heç nə yox idi yeməyə. Son zaman da. Bu nə idi? Bu nə toy? Və gəlmişik artıq evdəyik və elə gələn kimi də dedim nə almışamsa onu da göstərim sizə. Bu arada bunların hamısını 1 manatlıq dükandan almışıq. Rayzində yerləşir həmən mağazin. Yəni orada hər şey 1 manatadır. Yəni əlavə nə aşağı, nə yuxarı qiymət yoxdur. Elə o özəlliyini xoşlayıram ki, bəzi manatlıqlar var ki, adı 1 manatdır, amma içində bahalı, çox şey bahadır da. Amma burada hər bir şey 1 manatadır. Milçək öldürənim qırılmışdı. O uzanan milçək öldürəndən götürdüm. Daha sonra diz pambıqdır. O da 1 manataydı. Amma adətən onlar marketdə 2 manata yaxındır qiymətdir. Daha sonra belə bir paçka 100 dənəli deyəsən qulaq çöpü götürdüm. Onu da baş aşağı qoymuşam. Paketə dağılıb hamısı. Bunlar da yenə də adətən marketdə 2 manata yaxın olur da. 1 manat neçə qəpiyə. Ona görə manatlıqdan həmişə belə şeylər gedib alıram. Daha sonra belə zip paketdir. Bundan almışdım daha öncə. Görmüşdünüz deyəsən vlogların birində göstərmişdim. Balaca ölçüsü. Bu dəfə yekə ölçüsünü götürdüm. Və Fuad üçün belə bir başqa şar götürdü. Qonşum alıb bunları da. Daha sonra 5 dənəli belə britva götürdüm oğlum üçün. İstəmişdi. Belə görmüşkən dedim götürüm. Daha sonra yenə də həmişə olduğu kimi bir fincan aldım. Bu fincanları harda görsəm alıram. Çox bəyənirəm bunun həm ölçüsünü, həm formasını. Bundan daha öncə 2 dənə almışdım, amma ondan 2 dənədən biri sınıb. Hal-hazırda biri qalmışdı. Onda həmişə çay içirdim. O dedim birdən o da sınar, bu zapası olsun. Daha sonra yenə də 2 salfetka götürdüm. Rəngli belə qəşəng biri limonlu qarpızdı, digəri sarı rəngdə. Onlar da hər biri 1 manatadır. Yəni bunları qonaq süfrəsinə istifadə edirəm. Və belə ikili sponj götürdüm. Onu da hədiyyəlik götürmüşdüm. Artıq vermişəm. Qardaşım qızına hədiyyə almışdım. Və əsas səbəb manatlığa getməyimə bunlar oldu. Çünki bundan özümə yadınızdadsa almışdım. Bu dəfə də qaynanam üçün aldım 2 dənə. Bu balaca qənd qablardır əslində, amma mən bunu duz qabı kimi istifadə edirəm. Burada da göstərirəm. Duzu yığıram, ağzı qapalı, təmiz qalır da, üstünə toz oturmur. Bizdə belə çimdik duz qabı istifadə olunur, yəni səpmələrdən xoşlamır evdəkilər. Ona görə də həmişə belə duz qablarda duzu yığıram. 2 dənə deməyim odur ki, qaynanam üçün aldım. Onlar da bu duz qabdan istifadə edir. Və artıq göndərmişəm. Çox da bəyənib, xoşuna gəlib, artıq istifadə edir. Daha sonra belə bir tonik aldım özümə. Düzü belə kosmetik vasitələrdir, baxım vasitələri falan mən heç vaxt ucuz yerlərdən almıram. Yəni çalışıram ki, orijinal yaxşısını alım. Çünki həm onsuz da gec alıram. Çox az alıram kosmetik vasitələr. Ona görə də alanda da yaxşısını çalışıram alım deməyim odur. Amma fikirləşdim ki, bu tonikdə yəni üz silmək üçün də bundan həqiqən ki ziyan olmaz. Və çox yaxşı da işini görür. Belə üzdən makiyajı silmək üçün də və yaxud ki, axşam yatanda bununla silib üzü nəmləndirici krem, üstündən nəmləndirici krem vururam. Yəni hələ ki, yəni dərimə əks təsir göstərməyib, çox yaxşı da işini görür. Hətta burada görürsüz belə siləndə də çox qəşəng təmizləyir dərini. Ona görə də götürdüm, həm də üstünü oxudum ki, yaxşı belə nəmləndirmə effekti də var. Bir də tərkibində E vitamini var, ona görə götürdüm. Bir də
Manatlıq dükandan belə üz yuma köpüyü də götürdüm. Bir ara yadınızdadırsa bu viral olmuşdu. Hər kəs bundan alırdı. Özü də çox baha idi. İndi artıq manatlıq dükanda 1 manata satılır bu. Bu da çox yaxşıdır qızlar. İnanın ki, yəni rastınıza çıxsa manatlıq dükanda götürün. Yəni məsləhətlidir. Özünün üstündə belə şotkası da var yumaq üçün. Belə basanda köpüyü çıxır. Demək olar ki, birini uje bitirmək üzrəyəm. Hətta bundan sonra bir də getmişdim manatlıq dükana. Onda bir dəfə də almışam. Bəyəndiyim üçün aldım. Və daha sonra qızlar yenə də əsas səbəb getməyimin bu yağ sökücülər oldu. Görən kimi ikisini götürdüm ki, qoy zapasda olsun. Hal-hazırda elə birini işlədirəm. Bunlar da hər birini 1 manata almışam. İnanın ki, bu mağazalarda satılan bahalı yağ çözücülərdən heç də geri qalmır. Çox yaxşı işini görür. Bir də belə bir muspaz da götürdüm. Bundan da yenə də daha öncə almışdım. Bu da yenə də zapasa aldım ki, qoyum. Xoşuma gəldi. Burada da görürsünüz, işlətdiyimi göstərirəm. Qazanların altını sürtməyə, çaynikin kənarlarını falan sürtməyə, bir sözlə çox işimə yarayır bu. Bunu da bəyəndim. Düzdür, bunun yaxşısını da almışam bu Faberlikdən, bu muspastadan. Burada göstərirəm. Bu daha effektlidir. Bu möhtəşəm bir şeydir də. Bunu da istifadə edirəm, amma o birisi də pis deyil, onu da bəyənirəm. Və çox işimə yarayır bir sözlə. Ona görə də zapas birində ondan aldım, qoydum. Zapasa ki, olsun birdən. Hər dəfə gedəndə manatlıq dükanda tapmaq olmur onları. Və belə qızlar, manatlıq dükandan da aldıqlarım bunlar idi. Düşünürəm ki, artıq heç nə almamışam. Hər birini istifadə edəcəyim şeylər almışam. Dedim, aldıqlarımı da yerləşdirim hərəsini öz yerinə. Hər gedəndə bu salfetkalardan alıram. Hətta görürsünüz, keçən dəfə də belə göy rəngini almışdım. Süfrədə çox qəşəng görsənirlər, rəngarəng. Həm də servisə qabları uyğunlaşırlar. Hər rəngini öz salfetkası ilə qoyuram, qəşəng görsənir bir sözlə. Bunları da yerləşdirdim öz yerinə. Burada da aləm dəyib bir-birinə, gərək burada bir günəl gəzdirim. Burada da yenə də baxım vasitələrim falandır. Bir də istifadə etmədiyim stokda olan məhsulları da bura qoyuram. Stok deyəndə qızlar, mən bu kosmetik vasitələri, baxım vasitələrini çox da alıb yığmağı sevmirəm. Elə bir dənə alıram, o bitir, təzədən yenə də birini alıram. Düzdür, ola bilər ki, bir dənə zapas alıb qoyaram ki, zapasda olsun, qəfil bitərsə keçim digərinə. Amma belə çox alıb yığmağı sevmirəm. Burada da həmən o görürsünüz, balaca əvvəlcədən aldığım zip paket. Bu bilirsiniz, bu paketləri buzluqda istifadə etmək üçündür. Bu dəfə də böyüyünü aldım, qoydum. Və burada da stoklamağı deyin, belə şeyləri çox sevirəm, stoklamağı. Bunları nə qədər desəz alıb yığaram da. Yəni bir tək kosmetika vasitələrində zapas alıb yığmağı sevmirəm, amma belə şeyləri çox alıb xoşlayıram ki, çox olsun evdə. Hətta burada göstərirəm, görürsünüz, içindən yağ çözücüm var, hətta məsələn, indi deyəsi ki, manatlıq çözücü işlədir, amma belə həm ucuzlu var, həm bahalısı var, hər qiymətdə, hər çeşiddə, yəni yağ çözücüm var da. Faberlikin də hər cür, burada da görürsünüz, arxada 2 dənəsi zapasda varımdır, digər sprey şəklində olan var, Clarınki var. Yəni, yağ çözücü çox istifadə edirəm deyə, ona görə də bunları çox alıb yığıram. Belə, bunlar da, yəni dediyim kimi, həqiqətən də heç də digərlərindən geri qalmırdı. Yəni çox yaxşı, effektiv işini görür. Hətta o arxada gördüyünüz, göyün arxasında gördüyünüz sarı da həmən manatlıq dükandan almışdım və bəyəndiyim üçün təkrar gedib 2 dənə də aldım. Belə qızlar, burada da artıq elə həmin günün axşamıdır. Dedik, elə günümüzü bugün gəzintiyə sərf eləmişiksə, sona qədər gəzək. Həmişə belə olur. Nədənsə elə günü gəzməklə başladıqsa, günün sonuna qədər də elə gəzinti ilə bitiririk. Elə burada da gedirik Ramanlı qalasına. Axırıncı dəfə keçən il getmişdik. Dedik, bu il də gedək bir dəfə. Amma bir dəfə getməmişik, artıq 2-3 dəfə getmişik. Bu amma ilk dəfə idi də, yəni bu ildə ilk dəfə idi gedirdik. Orada Ramanlı qalasının yanında bir teras var. Çox gözəl bir yerdir. Oradan birazdan görərsiniz videonun davamında. Çox gözəl, belə bütün Bakı görsənir də. Demək olar, bütün elə bir ki, Bakı ayağının altındadır. Gözəl bir terası var. Oradan gözəl mənzərəsi var. Bu amma aşağıda yerləşir bu park. Ramanda yaşayanlar yəqin ki, tanıyır buraları. Bu parkda biraz gəzdik. Daha oturduq, söhbət elədik. Daha sonra qalxdıq yuxarı. Ramanlı qalası biraz aralı yerləşir də buradan.
Və çıxdıq orada da terasdan bütün Bakını seyr elədik, o gözəl mənzərəni seyr elədik. Daha sonra oturduq Romanın qalasının qarşısında. Özümüzlə çay falan da aparmışdıq. Belə kiçik bir piknik elədik. Besetkası var, amma masası yoxdur da, ancaq skameykalarıdır. Elə oturduq skameykaların üstündə çay falan da içdik. Özümüzdən gedəndə çay zad da aparmışdıq. Çay falan içdik. Hardasa saat 10-a 11-ə işləmişə qədər elə burada olduq. Daha sonra yenə də dedik biraz da hələ saat 12-yə kimi gəzmək olar. Fikirləşdik hara gedək, dedik gedək elə dəniz kənarına. Buradan da çıxıb yollandıq dəniz kənarına. Desəm Qızılquma getmişdik. Hə, Qızılquma getdik. Biraz da orada vaxt keçirdik. Daha sonra qayıtdıq evimizə və günümüz də belə gözəl bir gəzinti ilə sona çatdı. Adı var. Yok. Bakın sürüşüm de. Yüzden suyu koyacağız ama şeylere. Bak sen. Kaçın. Şu soğukluk binanın suyu da değil mi? Kokoş dedi ki, kokoş bizim borcumuz ha. Bizim Allah işte ne diyeyim. Onun suyu tahmin edin değil mi? Kokoşun suyu var değil mi? Sabırsızlığıyla orada çay gözleyemesin. Park serin. Ha, bu böyle sen orada direkt akır, sarın da var. Ama külək abi yavaş. Yok ona vapşı serin. Burası suluğu ama da başladı da. Kolla kimin değil? Hansı? Kolladır. Bu mənim. Hocam bu kolladır mı? İki lira. Görmem De- çok yüksek. Dəyişə bilərik. Dəyişə bilərik stəkan. Mən görünəndə xoşlayıram. Hə. Neyse az sus. Az sus. Uy, dağıttım. adımızı görmemiş koydum. Az. Niye çıkıyor? Ahmet. Sərdə Uy. Böyle bir şey yok. Ne Böyle. oldu? Ne oldu? Ne oldu? Ne oldu? Ha bu uzun. O bulvarda satışıyor da var ya. O tango bulvarda. Zəhlər. Beni papeli ya. Hapiste değil. Otursan bir daha... Sen baş yaşlı yani rahat sakin. Sen ağızda adından. Nasıl değil?
Doludur. Aa, işığı yandı. Bura gelmemişik. Teşekkürler. Ne olacak kızlar isterler. Siz niye tökürsünüz bu denize? Çirklendirirsiniz. Ha, bu da Ha, Sağ ol, şortuk götürseydik giripçi vardı. götürərdin. Dosta qaranlıqdır, kim görür səni? Onun da olsa Allah giripçi vardı. Giderdim olsa. Və beləliklə qızlar, videom artıq sona yaxınlaşır. Dedim gec olmadan sağollaşım sizinlə. Ümid edirəm bu vloqumu da sevərək bəyənərək izlədiniz sona kimi. Bəyəndinizsə əgər like ilə bunu bildirin ki, bilim ki bəyəndiniz. Və video ilə bağlı fikirləriniz də çox maraqlıdır. Fikirlərinizi də bildirmək, yazmağı unutmayın və abunə deyilsinizsə də abunə olun ki, növbəti vloqlardan xəbərdar olmuş olasınız. Və inşallah ki, növbəti vloqda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Su soğukdur.